Məlumdur ki, voltmetr paralel qoşulmalıdır dövrəyə. Bax, birincini ölçürəm. 4.5 göstərir. İkinci üçün də qoşuram. 4.5 göstərir. Və mən indi bu tutumu artırmışdıq da deyəsən misalda. Bax, artırıram tutumu. Görsən, birinci olur 3,33, ikinci olur 5,67. Amma bunların cəmi yenə də 9 edir. Mən aparıb bu voltmetri çıxardıb mənbəyə də qoşsam. Aha, mənbənin gərginliyi 9 göstərir. İndi bax, bunun tutumunu azaldıram. Gör bax. Görsən, mənbəyə heç nə olmur. Yəni, mənbəyə qoşduğum voltmetrə heç nə olmur. Onsuz da sabit gərginlik mənbəyidir. Belə ardıcıl birləşmiş kondensatorların özlərinin tutumları artıb azala bilir. Özlərinin gərginlikləri artıb azala bilir. Amma mənbəyin gərginliyi o konstantdır deyə o dəyişmir. Həmişə elə 9 göstərir bax. Mən bunu nə qədər artırdım, azaltdım və yaxud da o birisi kondensatoru. Artırdım və yaxud azaltdım. Yenə 9 voltdur mənbəyin gərginliyi. Aydındır? Aha, belə. Hə, ona görə o voltmetrin göstərir ki, o voltmetr elə bir mənim mənbəyə qoşduğum voltmetrdir. Mənbəyin gərginliyini ölçdüyü üçün o dəyişməyəcək. Bir də C2 kondensatorunun tutumu da sabit qalar, tutumu. Ona görə ki, C1-dən biz məsələn, köynəklər arasında dielektrik daxil eləmişik, C1-ə daxil eləmişik, C2-yə daxil eləməmişik ki, C2-nin tutumu dəyişməz. Onun üçün heç nə eləməmişik. İndi bax gör, enerji U ilə necə mütənasib olur? Vəsə, indi U1 4-dür, sonra U2 8 olacaq. Açarı bağlayıb 2-yə qoşurlar. 8 olacaq. U1-dən U2-yə keçəndə 4 idi, oldu 8. 2 dəfə gərginlik artdı. Onda enerji necə dəyişməlidir? 4 olacaq da 2 dəfə artar, kvadrat yazsaydı. Aha, bəli, 4 dəfə artar. Vəssalam.